Değerli izləyicilər, videonu bəyənib kanala abunə olun ki, hər kəs son xəbərlərdən anında məlumatlansın. Azərbaycan kinosunun əfsanəsi xalq artisti Rasim Balayevin vəfatı sənət camisini dərindən sarsıtdı. Tanınmış aktrisa Məlahət Abbasova sənət dostunun itkisi ilə bağlı xatirələrini bölüşərək onun son günləri və aralarındakı səmimi münasibət barədə danışır. Xəbər verilir ki, aktrisa sənətkarın ölüm xəbərini sosial mediadan öyrəndiyini və böyük sarsıntı keçirdiyini bildirib. Instagramda paylaşımı görən kimi dərhal təyyarə biletlərinə baxmağa başladım. Bu, Azərbaycan sənət camiyyəsi üçün yeri doldurulmayacaq çox ağır bir itkidir. Bir əfsanə getdi. Məlahət Abbasova Rasim Balayevlə mütəmadi əlaqə saxladıqlarını və ötən il birlikdə yeni bir serial layihəsində iştirak etməyi planlaşdırdıqlarını qeyd edib. Aktrisa sənətkarla sonuncu dəfə yeni il barədə danışıqlarını vurğulayıb. Mənə göndərdiyi son səs yazısı hələ durur. Orada mənə demişdi ki, mən onu nə qədər çox istəyirəmsə, o da məni ondan da çox istəyir. Heyif ki, son günlərində onu ziyarət edə bilmədim. Aktrisa Bakıda olduğu müddətdə Rasim Balayevin oğlu Ülvi ilə əlaqə saxlayıb, lakin görüşmək mümkün olmayıb. Oğlu ilə danışdım. Mənə dedi ki, atası vəziyyəti ağır olduğu üçün heç kimlə görüşmək istəmir. O halda görünməyə utanırdı. Kaş ki, vəziyyətinin bu qədər ağır olduğunu bilərdim. Bilsəydim hər hansı bir şəraitdə, hansısa yol olsa belə onu mütləq sonuncu dəfə görərdim.